İranla Amerika arasındakı qarşıdurma geniş miqyaslı müharibəyə gedəcək, yoxsa məhdud əməliyyatlardır? Bəs memorandumun taleyi nə olacaq? Hörmüz boğazı bağlıdır, yoxsa Trumpın iddiası düzdür və Hörmüz boğazı açıqdır? Gəlin bunların hamısını bir yerdə araşdıraq. Salam əleykum əziz və hörmətli izləyicilər, hamınızı xoş gördük. Bildiyiniz kimi İranla Amerika arasında hal-hazırda ciddi qarşıdurmalar gedir və hücumlar xüsusilə də Fars körfəzində, Hörmüz boğazında və Fars körfəzinin sahillərində, istər İran tərəfdə, istər cənubunda, ərəb ölkələrində və orada yerləşən Amerika bazalarında gedir. Və bu qarşıdurmalar ümumiyyətlə nəyin üzərində başlayıb, nəyə görə başlayıb və niyə görə başlayıb, bunları istəyirəm ki, sizə izah edim, amma bildiyiniz kimi biz Şəhid İmam Xamneyinin dəfn mərasiminə görə bir 10 gündən çoxdur ki, diqqətimizi bu dəfn mərasimə vermişdik və olayları və gedişatın analizini və təhlilini dayandırmışdıq. Ona görə iki mövzunu çox qısa şəkildə ilk öncədən demək istəyirəm, ondan sonra qayıdaq əsli mövzumuza. İlk öncə İmam Xumeyninin nəvəsi Seyyid Əli Xumeyni bir çıxış olmuşdu Müqəddəs Qum şəhərində və çox gözəl bəyanatlar olmuşdu. Ümumiyyətlə Seyyid Əli Xumeyni kimdir? İmam Xumeyni rəhmətliyin nəvəsidir və çox inqilabi və çox düzgün və çox mömin insandır və həmişə də mövqeyləri İmam Xamneyyə və inqilaba yaxın və düzgün olub. İranda ondan sui-istifadə etmək istəyənlər oldu onun o çıxışından, amma bacarmadılar. Niyə? Çünki İranda hamı fars dilini bilir və tam versiyası var və hər kim istəyirdi ki, ondan sui-istifadə etsin, əsli videoya baxırdı və gördü ki, sui-istifadə olunası bir mövzu yoxdur. Amma bildiyimə görə Azərbaycan mediasında və mətbuatında bəziləri öz mənafelərini cəmaata göstərmək üçün ki, mən hələ də bilmirəm bu mənafelər nədir və nəyə xidmət olunur. O Seyyid Əli Xumeyninin söhbətlərini kəsib, yalnız bir cümləni qoyub və ondan danışırdılar. Bir dəvət edirəm sizə ki, bir dəqiqə o cümlədən öncəkindən baxaq və görək ki, nə demişdi. اگر میبینید که جمهوری اسلامی صحبت از مذاکره دارد، من بارها گفتم مذاکره صلح نیست. مگر میشود که امام حسین با یزید لعنت الله علیه صلح کند؟ مگر میشود؟ مگر میشود ما با آمریکای جنایتکار صلح کنیم؟ اصلا هویت ما سازش ناپذیری با استکبار است. هویت ماست. مگه ما میتونیم کوتاه بیاییم؟ اگر سخن از مذاکره است، مذاکره یعنی جنگ. مذاکره یعنی جنگ. جنگ صورتهای مختلفی داره. مگه من و شما که در خیابانها می آمدیم، در میدانها می آمدیم، نمی گفتیم ما در حال جنگیم؟ یک کسی ممکنه بگه آقا شماها در حال جنگ نیستید. نه خیر، ما در حال جنگیم. هر کس بخواهد مذاکره کند برای اینکه با صلح به امریکا برسد، این خائن است. Gördüyünüz kimi Seyyid Əli Xumeyni ilk öncə iki məsələ var burada. Danışıqlar və hal-hazırda ki, hal-hazırda dayanıb, amma yəni bu son günlərdə və həftələrdə və aylarda olan danışıqlardan danışır və deyir ki, bu danışıqlar müharibənin davamıdır. Bu danışıqlar 40 günlük savaşın davamı və ardıdır və burada heç bir sülh yoxdur. Və əgər kimsə Amerika ilə sülh etmək mənasıyla Amerika ilə danışıqlara gedirsə, o xaindir, o satqındır. Və onu demək istəyir ki, hal-hazırdakı danışıqlar və hal-hazırda kim bu danışıqlarda iştirak edir və gedirsə, onlar heç biri Amerika ilə sülh etmək mənasında gedmirlər. Necə ki, Doktor Qalibov deyir, bu memorandum imzalan günündən bu günə qədər deyir ki, bu razılaşmanı və bu memorandumun qalibi o kəsdir ki, növbəti qarşıdurmaya daha güclü və daha yaxşı hazırlaşsın. Necə ki, Cənab Bəqai Xarici İşlər Nazirinin sözçüsü də demişdi ki, bizim Amerikanın heç bir vədəsinə və heç bir sözünə etinamız yoxdur və inanmırıq və ona nəzər də almırıq və hesablamalarımızda yeri də yoxdur. Və Doktor Qalibov da həmişə dedi ki, mən diplomat deyiləm və bu memorandumda olanların hamısını silahla, güclə və bir hərbiçi olaraq
Amerikadan alacağam. Yəni burada heç bir anlaşmazlıq yoxdur. Burada heç bir bu danışıqlar heyətinə gedən doktor Qalibova, cənab Pezeşkiyana və s. heç bir söz və ya heç bir irad bildirilmir. Sadəcə orada onlardan müdafiə olunur. Necə ki, başqa yerlərdə də Seyyid Əli Xomeyni açıq-aşkar cənab Əraksinin adını çəkərək, doktor Qalibovun adını çəkərək və sairələrin adlarını çəkərək onlardan öz dəstəyini bildirir. Cənab Pezeşkiyandan danışanda, baxın, bəziləri bütün güclərini qoyublar ki, onu xain göstərsinlər, onu satqın göstərsinlər, ona liberal desinlər, ona filan desinlər və s. Cənab Pezeşkiyana bizim də iradlarımız çoxdur. Bizim də cənab Pezeşkiyana və onun dövlətinə çoxlu iradlarımız var və necə ki, bundan öncə də ixtişaşlarda ki, müharibədən öncə baş vermişdi. Elə bu studiyada, burada oturmuşdum və podkastlərin birində açıq-aşkar dedim ki, bu ixtişaşların birbaşa günahkarı doktor Pezeşkiyanın dövlətidir və ona səs verənlərin günahıdır ki, gəldilər və elə bir kəsə səs verdilər ki, onun prezidentlik bacarığı və onun ölkə idarə etmək imkanları və bacarığı və istedadı İran kimi qəribə, mürəkkəb bir ölkə üçün azdır. Necə ki, bir görüntüsünü hal-hazırda müşahidə edə bilərsiniz. Rəhbər hal-hazırda məncə bunu deyir, etirazları bəzən rəsmiyyətə tanıyıram. Mən etirazları və xalq haqlıdır öz istəklərini tələb etsin. Yəni xalq deyir ki, dövlət üzrə dialoq qurun. Xalqa deyir ki, dövlət üzrə tələb edin. Bu nə vəziyyətdir? Bunu istəyin xalqa deyir ki, istəyin bunu. Və çəkin onu bir qırağa. Yəni çəkin ki, nə olub və axırda sizin bu dövlətdən aldığınız cavab edə bilmədim. Bacarmadım olacaq. Başqa heç bir şey deyə bilməyəcəklər. Və burada artıq sual yaranacaq İran əziz xalqına ki, niyə səs verir? Niyə doktor Pezeşkiyana siz səs verir? Amma bir hadisə baş verdi. Və bu hadisədən sonra biz ümumiyyətlə heç bir şəkildə doktor Pezeşkiyan və onun dövlətinə olan o sözlərimizi təkrarlamadıq və heç bir zamanda o mövqeyə geri dönmədik və o hadisəni çoxları gördülər, amma sizlərə göstərmək istəmədilər. Niyə? Çünki öz mənafelərini o sözlərdə görmürdülər və o hadisədə görmürdülər. Və bunu göstərərək bu məsələni də mən bitirmək istəyirəm və bir daha əgər hər hansı bir qeyri-adi hadisə baş verməsə bu məsələyə qayıtmayacağam. Xahiş edirəm bu videoda baxarsınız. رئیس جمهور محترم دیگر رؤسای کشور فعالیت کردن، وسط میدان بودن و کار کردن. اینجور نباشه که چون بنده خبر ندارم از کاری که دیگری کرده همینطور هی ایراد کنم که آقا چرا کنم. نه، همه کار کردن. من از این که به رؤسای کشور، به رئیس جمهور و دیگران در یه چنین شرایط مهم بین المللی و داخلی اهانت بشه به شدت پرهیز میکنم و نمیگذارم و منع میکنم، نهی میکنم کسانی رو. حالا ممکنه در مجلس باشه، ممکنه بیرون مجلس باشه، ممکنه هر جا باشه. قدر اینها رو بدونیم ما، قدر مسئولینی که وقتی یک چنین حادثه‌ای برای کشور پیش میاد از مردم کناره نمیگیرن. گاهی داشتیم ما در گذشته مردم وسط میدان بودن، مسئولین تماشا میکردن، گاهی هم علیه مردم یه حرفی میزدن. این دفعه نه خیر، مسئولین در کنار مردم بودن، توی مردم بودن، با مردم حرکت کردن، با همون هدف تلاش کردن، کار کردن. این قدر شناسی باید بشه، این خیلی مهمه. من توصیه مؤکدم نسبت به شخص رئیس جمهور و مسئولین قوا، رؤسای دیگر قوا و رؤسای فعال کشور، بگذارید اینا کارشون رو بکنن، تلاششون رو بکنن، خدمت بزرگی را که بر عهده دارن انجام بدن. البته وضع اقتصادی وضع خوبی نیست، معیشت مردم حقیقتا مشکل داره، بنده میدونم این رو. اونا هم در این زمینه ها بایستی 2 برابر کار کنن برای کارهای اساسی، برای نهادهای دامی، برای ارزاق لازم، برای نیازهای عمومی مردم. مسئولین دولتی باید 2 برابر همیشه کار کنن.
Şəhid İmam Xameneyi burada açıq-aşkar buyurur ki, mən qadağan edirəm, mən burada qarşısını alıram, mən mikonəm sözün. Farslar bilənlər özləri bilirlər ki, kimsə bu dövlətə tövhin və ya hörmətsizlik və ya ittihamlar irəli sürsün. Və ona görə də biz həmən vaxtdan bəri öz sözlərimiz və həmən o mövqeyimizi bildirmirik. Niyə? Çünki bu bizim rəhbərimizin bütün cəmiyyətə olan tapşırığı idi və kim bu sözə qulaq asmırsa və kim bu sözü ümumiyyətlə olmamış kimi görüb və öz yoluna davam edirsə, bilin ki, mənafeyi və öz şəxsi mənafeyinə görə o işi görür. Və ümumiyyətlə bir sual mən soruşmaq istəyirəm. Bir ümumi bir sualdır və bununla da bitirim və qaydaq Hörmüz boğazını və hal-hazırdakı qarşı durmalara. Ümumiyyətlə nə hadisə baş verir ki, siz İranı və İran daxilindəki bütün məhsulları xain göstərmək istəyirsiniz Azərbaycan cəmiyyətinə? Nəyə gərəkdir bu? Hansı mənafəyə xidmət edirsiniz? Niyə gərək İrandakı bütün məhsulları siz xain göstərsiniz Azərbaycan cəmiyyətinə? Azərbaycan cəmiyyətinin nəyinə lazımdır ki, doktor Qalibov kimdir? Əraksizdir. Hara getdi imzalamağa? Bütün dünya İranın hal-hazırki vəziyyətində, bütün dünya İranın qəhrəmanlığından danışır, Amerikanı gündə neçə dəfə təhqir etməyindən danışır, Amerika mövqeylərinə olan zərbələrindən danışır. Bəziləri durublar Azərbaycan mediasında deyirlər ki, xəyanət baş verir, falan olub, bəhman olub. Ümumiyyətlə mən bir sual soruşmaq istəyirəm. O kəslər ki, İran daxilində parçalanma gedir, İranda bütün dövlət xəyanət edir, bütün məhsullar satqındılar, General Qanidən tutmuş Qalibova qədər, öbüründən bura qədər hamısı satqınlar, xainlər, bir rəhbər var ki, əl qolu bağlıdır və onu məcbur ediblər bu memoranduma. Bu görüntünü göstərməklə sizin Səidə Bəkir qızı ilə nə fərqiniz var? Və ya həmən İsrailə bağlı olan medialar ki, Azərbaycanda xidmət edirlər İsrail maraqlarına, sizin onlarla nə fərqiniz var? Onlar da zəif İran, parçalanmış İran obrazını göstərmək istəyirlər, siz də həmən görüntünü yaratmağa çalışırsınız da. Sizin nə fərqiniz var onlarla? Etməyin, eləməyin bu işləri və əziz izləyicilər, etina etməyin bu insanlara. İran hal-hazırda bütün dünyada bir görünüşdədir, o da iqtidarlı, o da heybətli və qalib və qəhrəman İran görünüşüdür və bundan qarşısını kim deyirsə etina etməyin ona. Və qaydaq o söhbətimizə və son günlərdə nə hadisələr baş verir? Baxın, İran tərəfindən Hörmüz boğazı tam şəkildə bağlanıb. İran tərəfindən gəmilər ki, Hörmüz boğazından keçid etməsilə atəş açılır. Heç bir çəkdəcək yoxdur ki, bu gəmi neft daşıyır, konteyner daşıyır, bu gəmi hara bağlıdır, hansı ölkəyə bağlıdır, hansı quruma və ya hansı təşkilata bağlıdır, heç bir fərqi yoxdur və İranın sözünə etina etməyib, Hörmüz boğazından keçmək istəyənlər ki, xüsusilə də GPS-lərini söndürüb keçmək istəyirlər, İranlıları hədəf alır. Amerikada bu hücumlara qarşı cavab olaraq iddiası edir və gəlir İran cənubunda bəzi hədəfləri vurur və İran da o Amerikanın o hücumlarına cavab olaraq Kuveytdə, Bəhreyndə, Yordaniyada və Qətərdə, təzəliklə Ommanda da Amerikanın mənafeyinə hücum edir. Olaylar bunlardır. Bəs nə baş verdi ki, belə oldu? Baxın, biz dəfələrlə danışmışıq və bu məsələni izah etmişik ki, Hörmüz boğazından İran qayda qanunları tətbiq etmək istəyir və İranın bu qayda qanunlarını tətbiq etmək üçün Ommanın da əməkdaşlığına ehtiyac var idi. Omman ölkəsi Qətərə, Ərəbistana, Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə, Kuveytə nisbət daha az Amerika yönüllü bir ölkədir. Yəni, elə deyil Amerika yönüllü olmasın, elə deyil ki, Amerikadan asılı olmasın, elə deyil ki, Amerikadan qorxmasın. Xeyr, bunların hamısı var, amma Amerika pərəst deyil, İsrail pərəst deyil və İranla da yaxşı münasibətləri var. İran da son illərdə Omana xüsusi hörməti olub. Amerikanın təzyiqləri və təhdidləri vasitəsilə Oman öz mövqeyindən geri çəkildi və İranın bu Hörmüz boğazındakı layihəsi və proyektindən dəstəyini geri çəkdi və Oman sahillərində dağlar və adalar arasından bir koridor Amerika açmışdı və Oman elan etdi ki, buradan gəmilər keçə bilərlər və heç bir ödəniş etmədən və heç bir nəzarət olmadan buradan sərbəst şəkildə keçə bilərlər. Kim istəyir İran tərəfindən keçsin, yuxarıda, yəni şimalda İran koridoru vardı, cənubda da Oman koridoru var. Deyir ki, kim istəyir İran tərəfindən keçsin və öz ödənişini etsin, nəzarətini etsin, kim də istəyirsə gəlib cənubdan keçsin. Bu da nə deməkdir? Yəni, əgər hansısa bir pulsuz bir yol varsa, hansısa bir nəzarətsiz bir yol varsa, təbii ki, heç kim İran tərəfindən keçməyəcək və bu, birbaşa İranın Hörmüz boğazındakı olan sistemini və yeni qaydalarının ziddinə olan bir məsələ idi.
Və bu məsələyə İran qəti şəkildə cavab bildirdi. Hörmüz boğazını tam şəkildə bağladı və bildirdi ki, nə qədər ki Amerika Hörmüz boğazındakı öz fəaliyyətlərini dayandırmayacaq, nə qədər ki Amerika İrana qarşı hücumlarını dayandırmayacaqsa, Hörmüz boğazı tam şəkildə bağlıdır. Və o zamandan bəri Amerika havadan bir qalxan yaradaraq vertolyotlar, qırıcılar və yanacaq daşıyanlar qalxaraq istəyir ki, orada bir təhlükəsizlik zona yaratsın, o gəmiləri qoruyaraq Hörmüz boğazından keçirtsin və İranın təhdidlərini əsərsiz etsin. Bu günə qədər başarmayıb və bundan sonra da bu işi başarmayacaq və bacarıqsız olacaq. Və ona görə də hal-hazırda belə deyə bilərik ki, 3 hadisə baş verir. Bir, Hörmüz boğazı tam şəkildə bağlıdır. İstər İran tərəfindən, istər Oman tərəfindən, istər mərkəzi yol ki, müharibədən qabaq var idi. Tam şəkildə bağlıdır və yalnız İran gəmiləri oradan keçid edə bilirlər. 2, danışıqlar hər 3 sahədə tam şəkildə dayanılıb. Memorandum haqqında olan bəzi danışıqlar var idi ki, dayandırılıb. Hörmüz boğazı haqqında Omanla və ya Qətərlə bəzi danışıqlar var idi ki, onlar tam dayandırılıb və növbəti bir danışıqlar ki, ikinci mərhələli danışıqlar adlandırıldı, onlar da tam şəkildə dayandırılıb. Yəni hal-hazırda diplomatik baxımından heç bir kanal yoxdur və Amerika ilə İran arasında heç bir danışıqlar davam etmir. 3, rəhbərin ki 7 şərti var idi ki, memorandum imzalananda qeyd etmişdi və buyurmuşdu ki, bu 7 şərtin həyata keçməsini mən və İran xalqı gözləyirik. Onlar hələ də öz qüvvəsindədir və hələ də rəhbərin o tapşırığı və əmri həyata keçməkdədir və onların üzərində İran məhsulları öz işlərini davam edirlər. Yəni baxın, bundan qabaqçı danışıqlar və memorandum imzalamağa və müzakirələr bir növ müharibə taktikası idi. Biz həmişə deyirdik də bu bəndlərin hamısında, biz bəndləri bir dəfə gəldim, tam şəkildə hamısını bir-bir izah etdim. Və dedim ki, burada bütün bəndlər İranın xeyrinə yazılıb, İranın əleyhinə və İranın ziyanına olan heç bir bənd yoxdur. Nə garantidir ki, bu şərtlər həyata keçsin? İranın silahlı qüvvələri. Nə garantidir ki, Amerika gəlib o şərtləri həyata keçirəcək? İranın gücü. Etməsə vuracaq. Və orada memorandumda İranın əldə etdiyi nə oldu? Dənizdəki blokadası götürüldü uzun bir müddət və İranın waiver, neft satmaq waiverləri, yəni o sanksiyaları götürüldü. Və İranın çoxlu neft sata bildi, İran əsasi məhsullar və strateji məhsullarını daxil edə bildi ölkəyə və s. O bir növ taktika idi. Yəni o danışıqlar bir növ müharibə taktikası idi ki, bir nəfəs yaransın, İran istədiyi məsələlərdə istədiyi şeyləri əldə etsin və s. Hal-hazırdakı bu atışmalar, hal-hazırdakı bu hücumlar ki gedir, bir növ gəlib o danışıqlara kömək olaraq bir taktika kimi istifadə olunur. Yəni İran o qədər vuracaq ki, Amerika yerindən qayıtsın həmən memoranduma və məcbur olsun ki, oradakı bəndləri həyata keçirsin. Ona görə də mən qeyd edirəm ki, ali məqamlı rəhbərin o 7 şərti ki var idi, Livandakı atəşkəs idi, İranın sanksiyalarını götürməyi idi, Hörmüz boğazında İranın sistemi və kontrolu həyata keçirməkdir və s. Yəni bu hücumlar səbəb olacaq ki, həmən məsələlər yenidən öz qüvvəsinə qayıtsın. Amma meydanda nə baş verir, mən çox qısa izah etdim. Bir daha deyim ki, gəmilər vurulur və İran öz kontrolunu, Hörmüz boğazında olan kontrolunu bütün dünyaya göstərir. Baxın, məhdud atışmalar ki, neçə müddətdir İranla Amerika arasında baş verir. İran xüsusilə də Amerikanın diqqəti gəlir, hücumlarda hara yönəlir? İranın sahillərindəki olan nəzarət sistemlərinə. Onlar o qədər oranı vurmaq istəyir ki, İran Hörmüz boğazındakı gəmi keçidlərinə nəzarət edə bilməsin. Amma İran hal-hazırda hər hansı bir gəmi GPS-lərini söndürməklə, kiber hücumlarla, havadan bir qırıcılarla, vertolyotlarla bir müdafiə sistemi yaratmaqla və bunların hamısını nəzərə almayaraq İran hər hansı bir gəmi keçmək istəyirsə o gəmiləri vurur. Və bununla da bütün dünyaya göstərir ki, İranın nəzarəti Hörmüz boğazına misilsiz şəkildə hələ də davam edir. Bu nəzarət istər siqnallar baxımından olsun, istər optik baxımından olsun və ya hərbi əməliyyatlar baxımından ki, raketlərlə, puallarla o gəmilər ki vurulub, bunların hamısını bütün dünyaya İran göstərir. Və bir məsələni də qeyd edim burada və qaydaq yerinə söhbətimizə. İranın dəniz qüvvələri, istər keşikçilər korpusunda, istər İran İslam Respublikasının ordusunda həqiqətən misilsiz qəhrəmanlardır. Baxın, müharibə 40 gündən sonra Hava Kosmik Qüvvələri tərəfindən və ya digər qüvvələr tərəfindən Müdafiə Nazirliyində qismən bitdi. Və bir növ istirahətə getdilər. İstirahət elə deyil, yəni hamısı qaçsınlar öz evlərinə, adi həyatlarına. Xeyr, müharibə baxımından və
döyüş taktikaları baxımından bir növ istirahətə getdilər. Amma dəniz qüvvələri artıq 4 aydan artıqdır ki, müharibədədirlər və heç bir gün onların üçün müharibə bitməyib. Hörmüz boğazında, adalarda, sahillərdə, Fars körfəzində müharibə onlar üçün daima davam edir və həqiqətən də misilsiz qəhrəmanlardılar ki, sizdən xahiş edəcəm ki, onları dualarınızda yad edəsiniz və unutmayasınız. Misilsiz və bənzərsiz qəhrəmanlardılar ki, İslam bayrağına görə və bu hörmətli bayrağa görə öz canlarından keçiblər və hal-hazırda qəhrəmanlıqlar və canfəşanlıqlar edirlər. Ailələri 4 aydan artıqdır ki, bunlardan çoxlarının xəbərləri yoxdur və hər an qorxurlar ki, hər hansı bir narahat edici bir xəbər eşitsinlər, xüsusilə də onların uşaqları və övladları. İndi bunlar haqqında inşallah müharibə dayansa və biz əgər həyatda olsaq danışarıq və bu şəxslər və bu qəhrəmanlar haqqında daha çox izah edərik. Və amma qaydaq hal-hazırda İranın hədəflərinə. Birinci dedim ki, gəmilər vurulur və hansısa keçid etmək istəyən gəmilərdir. Onlarda əlavə nələr keçirilir? Baxın nələr vurulur. Baxın Centcom bu atəşkəs müddətində Kuveytdə məsəl üçün gizli bir baza yaratmışdı. Və ya Bəhreyndə, Yordaniyada və ya Qətərdə gizli anbarlarında çox gizli silahlar gətirmişdi ki, bundan növbəti geniş miqyaslı müharibədə İran əleyhinə istifadə etsin və ya hər hansı bir baxımından. Bunlar hədəfə alınır. Silah anbarlarıdır ki, depo olunub orada. Bunlar çox yuxarı və sirli bir anbarlardır ki, orada o silahlar gizlənib. İran dəqiq atəşlərlə oranı vurur. Bu iki baxımından misilsiz bir kəşfiyyat baxımından. Yəni Amerika bundan öncə istifadə etmədiyi bir silahları gətirir və hər hansısa bir gizli anbarda bunları gizlədir ki, geniş miqyaslı müharibə ki, gələcəkdə baş verəcək, orada istifadə etsin. Bu gizli bir şeydir. Kəşfiyyat baxımından bu möhtəşəm bir şeydir ki, İran başa düşür, anlayır və bilir ki, hansı silahlar hara gətirilib və dəqiq koordinatını bilir. İki, hərbi baxımından. Dəqiq atəşlə oraları vurur və o anbarları bir raketlə hər bir anbarı tam şəkildə məhv edir. Və bu texnologiya, indi ola bilər qırıcı ilə, bombardımançı təyyarələrlə və s. ölkədə edə bilsinlər. Amma uzaqdan bir balistik raketlə bir anbarı yox etmək texnologiyası hal-hazırda yalnız İran silahlı qüvvələrindədir ki, o məsafədən. Yəni, məsələn, bir də görürsünüz ki, 700 kilometrlik, 1000 kilometrlik məsafədən vurulur bunlar. Və dəqiq bir raketlə bir anbarı yerlə ihsan edirlər və onun içindəki bütün o silahlar və yeni texnologiyalar ki, gətirilib də hamısı tam şəkildə məhv edilir. Bu misilsiz bir şeydir. Heç kəs də bunu İrandan başqa edə bilməz. Çox önəmli bir məsələdir bu. Məsəl üçün, baxın İranın da hal-hazırda siyahisinə də yeni ölkələr də əlavə olunur. Oman, dediyimə görə o koridor ki, açılıb hal-hazırda cəzalanır və İran tərəfindən hər gün Omanda bəzi hədəflər vurulur ki, indi o hədəflərin olduğunu da qeyd edəcəm. İranda məsəl üçün ilk öncə Kuveytlə Bəhreyni vururdular, sonradan Yordaniya əlavə oldu, Qətər əlavə oldu, hal-hazırda Oman əlavə oldu və növbəti günlərdə yeni ölkələr də əlavə olacaq ki, icazə verin adlarını çəkməyim hansı ölkələrdir, özü görəcəksiniz. Və yeni ölkələr əlavə olacaq İranın siyahisinə və hədəf alınacaqlar. Məsəl üçün Omanda. Amerika çox arxaindir ki, İran Omanı vurmur. Ona görə bütün yanacaq daşıyanlarını, hərbi gəmilərinin logistik dəstəklərini və s. hamısını köçürmüşdü Omana. Hal-hazırda İran onların hamısını vurur, Omanın aeroportdakı neft çənlərini vurur. Amerikanın gəmilərinin təminat logistiki bazalarını vurur və yanacaq daşıyanları da yerdə vurur. Yəni, Oman bu günə qədər o koridora görə və Hörmüz boğazındakı olan münasibətlərə görə İranın hücumlarından ümumiyyətlə 40 günlük müharibədə də amanda qalmışdı. Artıq bundan sonra o məsələ baş verməyəcək. Yəni, belə bir qeyd deyim ki, siyasi mülahizələr artıq yoxdur. 40 günlük müharibədə bəzi siyasi məsələlərə və məsləhətlərə görə bəzi ölkələr İranın hücumundan regionda amanda qalırlar. Artıq bu mövzuda götürülüb və heç bir siyasi mülahizədə və heç bir siyasi və məsləhət də olmayacaq bu məsələlərdə. Bu məsələdə də bəziləri görürsünüz də emosional. Niyə filan yeri vurdu, filan yeri vurmadı, niyə zəif vurdu, niyə güclü vurdu, niyə belə vurdu. Baxın, Xatamül Ənbiya qərargahında oturanlar ki, hansı ki, müharibəni idarə edən bir qərargahdır və general Abdullahinin sərkərdəliyi ilə və komandirliyi ilə də bu məsələ baş verir. Bunlara güvənmək lazımdır. Bunlar 40 günlük müharibədə qalib gələnlərdirlər, bunlar 12 günlük müharibədə qalib gələnlərdirlər. Bunlar hamısı döyüş təcrübələri olan və mömin və dahi şəxsiyyətlərdirlər. General Abdullahi olsun, General
olsun, doktor Qallibafın özü olsun ki, Xatəmül Ənbiya qərargahında qərar alan şəxslərdirlər bunlar. Bunlara güvənmək lazımdır. Seyid Məcid Musəvi Hava Kosmik Qüvvələrinin komandirindən güvənmək lazımdır və digər əziz hərbi şəxsiyyətlərə. Bunlar yaxşı bilirlər ki, haranı vurmaq lazımdır, haranı vurmamaq lazımdır, hansı ölkədəki hansı bazanı, hansı şiddətlə vurmaq lazımdır və bunlara güvənmək lazımdır. Müharibədə və hərbi baxımından sirləri biz çox da bilmirik. Çox da bilmirik xeyr, yəni 90% bilmirik, bildiyimiz bəlkə 10%-dir, 5%-dir. Ona görə də bilmədiyimiz şey haqqında emosional yanaşmayaq və emosional təhlillərdən də uzaq duraq. Bu mühüm məsələ idi ki, hal-hazırda xatırladım və qeyd etmək istədim. Və mühüm məsələlərdən də biri budur ki, 3 gün öncədən bu günə qədər ki, bu atışmalar və bu qarşıdurmalar baş verir, İranın yeni hədəfləri də var. Yəni yalnız Amerika bazaları və Hörmüz boğazından qeyri-qanuni keçid etmək istəyən gəmilər deyil. Artıq 3 gündür ki, Amerikanın hərbi gəmilərinə qarşı da İranın atəşləri çoxalıb. USS Tripoli deyək bokser idi ki, həm vertolyot daşıyan da, həm F-35 qırıcılarını daşıyır, çoxlu döyüşçülər üzü ilə daşıyır və bir növ həm quru və dəniz gəmisi sayılır və xüsusilə də balaca adaları qarət etmək üçün yaranıb bu gəmilər. Ya Tripoli, ya bokser üçün ikisi də hal-hazırda regiondadılar. Onlardan biri çox ciddi zərbə aldı və Diego Garcia adasına tərəf getdi ki, təmirata görə və bəhanəsi də CENTCOM-un bu oldu ki, onun motorundakı soyuducu mexanizmində problem yaranıb, texniki bir problem yaranıb və gedirlər onun təmirata, amma İranın hədəf almağından sonra baş verdi bu və bu da göstərir ki, bu gəmilər ki, hal-hazırda 3 gün İran tərəfindən vurulur, dəniz blokadasında da bunların çox mühüm rolları var idi və onları vurur və növbəti dəniz blokadası ki, mən elə güman edirəm ki, ya bugün sabahdır ki, başlayacaq yerində və bərpa olunacaq Amerika tərəfindən. O dənizdən blokadanı həyata keçirən gəmilər hal-hazırda İran tərəfindən vurulur. Və bu da onu göstərir ki, sahildən dənizə olan atəş İran tərəfindən bu atəşkəs dönəmində çox ciddi şəkildə inkişaf edib və güclənib və öz nöqsanlarını aradan qaldırıb. Bu məsələni xahiş edirəm ki, diqqətli şəkildə xatırlayın. Bu məsələ haqqında növbəti günlərdə mühüm hadisələrin şahidi ola bilərik. Amma bir sual. Bu qarşıdurmalar nə vaxta qədər davam edəcək və ümumiyyətlə hara qədər davam edə biləcək? Baxın, Amerikalılar öz hücumları və Hörmüzdəki fəaliyyətlərini dayandıran ana qədər İran tərəfindən hücumlar davam edəcək. Hörmüz boğazında ki, yanacaqda yaşayanlar uçurdular, koridor asıb İranın nəzarətini zərərsizləşdirmək istəyirlər və ya belə məsələlər və onların İran torpaqlarına olan hücumları nə qədər ki davam edir, İran tərəfindən davam edəcək. Yəni belə deyim, İranın hədəfi bu qarşıdurmanı yenidən başlatmaqda Trumpın geri çəkilməsidir. Hal-hazırdakı mövqeyindən Trump geri çəkilməlidir. Yoxsa İranın hücumları, yoxsa İranın hərbi əməliyyatları davam edəcək və nə qədər ki bu geri çəkilmə Trump tərəfindən baş verməyib, İran tərəfi öz mövqeyindən geri çəkilməyəcək. İran tərəfi öz işini görüb, memorandumda gətirib öz şərtlərini yazıb, imzalayıb, Amerika tərəfinə imzalatdırıb və heç bir şeydən də, heç bir çəkinəcəyi də yoxdur. Və o memorandumun həyata keçəcəyi günə qədər də bu hücumları davam etdirəcək. Amma bunlardan əlavə ki, əsas hədəf nədir? Bir, memorandumun şərtləri yenidən icra olunmalıdır. 2, Trump geri çəkilməlidir. Hörmüz boğazındakı fəaliyyətlərini dayandırmalıdır və İrana qarşı olan hücumlarını dayandırmalıdır. Amma nə qədər ki, fürsətdir. Bir fürsət yaranıb. Hal-hazırda İranla Amerika arasında qarşıdurma gedir və vururlar bir-birini. Nə qədər ki, bu fürsət yaranıb, İran bəzi hədəflər var ki, onları da həyata keçirməlidir. Onlar əsas hədəflərdir, bəzi başqa hədəflər də var. Hərbi silah anbarları ki, qeyd etdim, yəni ora silahlar gətirirlər və yeni anbarlarını, depolarını gücləndirirlər. Onlar vurulmalıdır hamısı. Gəmilərə hücum olmalıdır. Hərbi gəmilər ki, blokadada və ya əməliyyatlarda iştirak edirlər. Bunların hamısı İran tərəfindən vurulmalıdır. Amerikalılara kömək eləyən və öz ölkələrini və öz torpaqlarını və öz hava məkanlarını onların ixtiyarında qoyan ərəb ölkələri və ya hətta bəzən də qeyri-ərəb ölkələri cəzalanmalıdırlar. Onların neft anbarları, onların limanları bu məsələnin cəzasını ödəməlidir, bahasını ödəməlidir və
İsrailə də gərək bəzi mesajlar verilsin ki, Livandakı atəşkəsi tam şəkildə həyata keçirməyib və İrana qarşı və xüsusilə də ali məqamlı rəhbərimizə qarşı təhdidlər həyata keçirdir. Onlara da qarşı bəzi cavablar verilməlidir ki, öz cavablarını alsınlar. Yəni bunlar fürsətdir. Nə qədər ki bu atəş və bu qarşıdurma davam edir, bu məsələdə davam etməlidir. Hər iki tərəf yəni öz istəyini və öz hədəflərinə çatmağa qədər davam edəcək. İran tərəfindən dediyim məqsədlər bunlardır. Qarşı tərəfin isə iki istəyi var. Amerikanın iki istəyi var. Bu qarşıdurmadan bir, Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətdə tam şəkildə azad olsun, açılsın və heç bir problem yaranmasın Hörmüz boğazında. İki, İranı nüvə məsələləri haqqında danışıqlara geri qaytarmaqdır. Bu iki istəyi və bu iki hədəfi həyata keçirməyə görə hal-hazırda Amerika hücumlarını davam etdirir. Memorandumda yazılmışdı, amma İran heç bir nüvə haqqında danışıqlara getmədi, İran heç bir danışıqlara rəğbət göstərmədi və orada dedi ki, Donald Trump anladı ki, bu memorandumda onun istəkləri həyata keçməyəcək və bir növ bu memorandumda İranlar ona atdılar. Lori dildə deyək. Baxın, memorandum dolu idi minalar. Mən belə deyirəm ki, bu minalarla dolu bir memorandum idi. Həm İran tərəfindən minalanan bir kağız idi, həm Amerika tərəfindən. Mən misal olaraq, Amerika gəlir deyir ki, 300 milyard dollarlıq bir fond yaranıb İranda biz investisiya ayıracaq İrana. Amerika və müttəfiqləri. Nə üçündür bu? Baxın, biz bir dəfə xatırlasanız bir üçbucaq təyin etmişdik ki, zor, zər və təzvir. Yəni zor, Amerika gəlir təhdid edir, Amerika gəlir hədə-qorxu edir ki, ya mənim dediyimi bütün ölkələrə qarşıdır. Ya mənim dediklərimi həyata keçirəcəksiniz, ya da ki, vuracam, dağıdacam, partladacam. İsrail də həmən işi görür, zor təhdid edir. Zər, ərəblər gəlirlər ki, məsəl üçün 100 milyard dollar, 50 milyard dollar belə böyük təkliflərlə gəlirlər, tamahlandırırlar qarşı tərəfi və təzvir. Sonra gəlirlər danışıqlarda və diplomatiyada və ya başqa bir məsələdə deyirlər ki, bax, iki yolun var. Ya Amerika və ya İsrail gəlib partladacaq, dağıdacaq, müharibə olacaq, ya da ki, milyardlar axışacaq və filan olacaq. Təzvir və o ikiyüzlülüklə, münafiqliklə gəlib qarşı tərəfə aldadılar. Necə ki, Bəşar Əsədi Suriyada onunla da aldatdılar. Necə ki, hal-hazırda Livanın satqın dövlətini onunla da aldadılar. Bu üçbucağı İrana qarşı yaratmaq istədilər. 300 milyard dollarlıq bir investisiya fondu yaranacaq və gəzi nə vaxt əgər sən bizimlə nüvə haqqında danışıqlarda və saziş imzalasan. Bir növ İranları aldatmaq istəyir. Bax, 300 milyard dollarla sən ölkəni və İranı yenidən qura bilərsən, bütün iqtisadi problemlərini həll edə bilərsən, bir dənə bu nüvəni ver getsin. İran da onu imzalayır ki, qarşı tərəfə göstərmək istəyir ki, sənin planın həyata keçdi, mən aldandım, mən bu məsələni Niyə? Çünki başqa məqsədləri var bu memorandum imzalamaqdan. Hörmüz boğazındakı legitimliyidir, dənizdəki olan blokadanı aradan götürməkdir və s. Belə bir minalanmış sahələr idi bu və Trump hal-hazırda çox gözəl başa düşdü ki, İran tərəfi onu aldadıb, İran tərəfi heç bir tamah göstərməyib, memorandumda olan minalara ayaq basmayıb. Əksinə Trump bu minalara ayaq basıb. Necə ayaq basıb? Baxın, bir məsələni həmişə mən ətrafdaşlara demişəm və bir məsələni xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm, balaca bir qardaşınız kimi. Təhlil etmək istəyəndə İran-Amerika müharibəsini və İranla olan münasibətləri xahiş edirəm bu məsələni həmişə əvvəl hər şeydən öncə bunu nəzərə alın. Müharibə necə oldu ki, İranda başladı? Bir ixtişaşlar baş verdi. İxtişaşlarda bütün dünyaya, xüsusilə də Trumpa, İsrail lobbisi göstərdi ki, İran zəifləyib, İranda dağılır, İranın İslam Respublikasının ictimai dayağı artıq çöküb, hücum edib onları devirmək olar. İxtişaşlar nəyə görə baş verdi? İrandakı iqtisadi problemlərdən yaranan etirazların nəticəsi gəldi, düşmənin hilələri ilə ixtişaşa çevrildi. Xalq ilk öncə etiraz olaraq xiyabanlara gəlmişdi ki, iqtisadi narazılıqlarımız var. Həmən iqtisadi narazılıqlara görə olan etirazları Allah lənətləsin pəhləviçiləri və Mossadın, CIA-nin buradakı agentləri ixtişaşa çevirdilər. Yəni, mən niyə demək istəyirəm bunu? Baxın, İranda ciddi şəkildə iqtisadi problemlər var. İranda ixtişaş etməyə potensial var, bunu heç kim inkar edə bilməz. Ona görədir ki, Doktor Qalibov ki,
bu memorandumu imzalamamışdan önce televizyada bir çıxışı var idi. Deyir ki, biz hal-hazırda meydanı raket vuran, PUA vuran döyüşçülərimizdən əlimizə alıb, onlardan təhvil alıb, iqtisaddakı məsələlərə verməliyik, iqtisadi əskərlərə verməliyik. Yəni iqtisadi problemləri həll etmək lazımdır. Bu ciddi bir problemdir. İndi İranda yaşayanlar bilir, indi kimisə İrandakılarla münasibəti var. Çox ciddi şəkildə bu müharibədən sonra bahasızlıq, işsizlik və filan, təbiidir, müharibənin hamısı gedişatıdır. Bunlar idarə olunmalıdır. Bu iqtisadi problemlər idarə olunmalıdır, kontrol olmalıdır ki, növbəti bir ixtişaşa və ya növbəti bir böhrana çevrilməsin ki, əgər çevrilərsə, artıq bu dəfə ixtişaşla hücum, bunlar planlaşdırırlar ki, İranda ixtişaş yaratsınlar və başlasınlar yenidən hücum edib müharibə başlasınlar. Yəni yerdən ixtişaş baş versin, yuxarıdan da bunlar vursunlar və müharibə etsinlər. Kontrol etmək lazımdır ki, o yerə gəlib çatmasın. Dəniz blokadası da məhz ona görə yaranmışdı. Ki, İranın əsasi məhsulları, İranın strateji məhsulları ölkəyə gəlməsin, bahasılıq, qıtlıq və s. İran bir növ kontrol etdi. İran bir növ tədbir, bu İranın məhsullarının, İran İslam Respublikasının dahi rəhbərliyi və onun müdirlərinin, məhsullarının bir növ kontrolu idi ki, memorandumla bir aylıq bir nəfəs yarandı, blokada açıldı, bütün o lazım olan strateji məhsullar, bütün o lazım olan qida məhsulları, əkinçilik məhsulları, hərbi baxımından hətta hərbi texnikalar və s. Bu blokadadan keçdi və ölkəyə daxil oldu. Üstəlik İran 80 milyondan artıq milyon barel neft satdı. Onun pulu ilə hal-hazırda içəridə kontrol edə biləcəklər, növbəti bir müharibəni idarə edə biləcəklər, iqtisadi böhranın qarşısını ala biləcəklər və bu iqtisadi böhranlardan istifadə edib ixtişaş etmək istəyən düşmənin də planını zərərsizləşdirəcəklər. Bu önəmli bir məsələdir. Trump bunu başa düşdü. Başa düşdü ki, İranlılar bu memorandumdan və bu sazişdən və hal-hazırki vəziyyətdən çox gözəl istifadə edirlər, qarşı tərəfdə isə yox. Baxın, bir düşüncə var, hamı da eşidir bunu ki, deyirlər ki, Trump hal-hazırda strateji neft anbarlarını dolduracaq, doldurandan sonra yenidən İrana hücum edəcək. Bu söz kağız üzərində düzdür, amma praktiki baxımından düz deyil. Trump özü də bunu demişdi ki, biz hal-hazırda, üzr istəyirəm, Trump deməmişdi, Mark Rubio, onun Xarici İşlər Naziri demişdi ki, biz hal-hazırda neft anbarlarımızı doldurmaq istəyirik və ondan sonra yenidən İranın məsələsinə başqa baxacaq. İranlılar da bunu başa düşürlər. Hörmüz boğazı memorandum imzalandığından bu günə qədər ki, hal-hazırda tam bağlıdır, heç vaxt tam şəkildə açılmadı. Həmişə məhdud şəkildə, həmişə nəzarətlə, həmişə limitli şəkildə açıldı və gediş-gəlişə icazə verildi. Nəticə nə oldu? Nəticə bu oldu ki, nəinki Amerika öz strateji neft anbarlarını doldura bilmədi, nəinki Amerika neft böhranını kontrol edə bilmədi, bunu dəqiq mən deyirəm sizə. Hətta hələ də bu günə qədər Amerika hər gün neft strateji anbarlarından neft buraxır bazara ki, hal-hazırda yaranan o $80 neft qiymətini kontrol edə bilsin. Hörmüz boğazında müharibədən qabaq ilişən gəmilər hətta hələ də tam şəkildə Hörmüz boğazından çıxa bilməyiblər. Amerikanın strateji neft anbarlarından nə qədər bu müharibəyə görə və bazarı kontrol etmək üçün neft bazara buraxılıb, dəqiq rəqəmlər hal-hazırda əlimdə deyil. Növbəti bir söhbətdə bunların hamısı statistika ilə gətirəcəm inşallah. Və Hörmüz boğazından nə qədər neft çıxıb. Bunu bir sənədli filmdə araşdırıblar. İnşallah mən bütün statistikaları borc olsun növbəti bir bölümdə sizin üçün gətirərəm. Əgər Hörmüz boğazı tam şəkildə müharibədən öncəki vəziyyətə qayıtsa və əgər hər gün oradan 20 milyon barel neft keçsə, noyabr ayına qədər zaman aparacaq ki, Amerikanın neft strateji anbarları müharibədən əvvəlki vəziyyətə geri dönsün. Üstəlik, hal-hazırda neft quyuları ki, Kuveytdə, İraqda, Bəhreyndə, Ərəbistanda və Qətərdə, bilmirəm var yoxsa yox, Birləşmiş Ərəb Əmirliklərində ki, istixrac olunmayıb və o neft quyuları bağlanıb, çünki 3 ay bağlı idi o boğaz və orada neft çıxarda bilmirdilər, çünki anbarlar yox idi. Neft quyunun bağlanmağı elə deyil ki, bugün bağlasınlar, sabah yenidən aça bilsinlər. Neft quyu bağlanarsa uzun müddət çəkir, neçə aylar çəkir ki, yenidən əvvəlki vəziyyətinə qayıda bilsin və əvvəlki vəziyyətdə oradan neft istixrac edə bilsinlər ki, onun özündə hesab ediblər, oktyabra qədər zaman ehtiyac var. Yəni, əgər bugün həmən neft anbarları, neft quyuları
tam şəkildə müharibədə əvvəlki vəziyyətdə başlasalar neft istixrac etməyə və satmağa, noyabra qədər zaman istəyir ki, neft əvvəlki vəziyyətə qayıtsın. Hələ üstəlik bunu da nəzərə almaq lazımdır ki, oktyabra qədər zaman aparacaq ki, bu neft quyuları əvvəlki vəziyyətə qayıtsın. Yəni bu böhran 1 ay, 2 ay, 3 aylıq məsələ deyil. Necə ki, hal-hazırda da Wall Street Journal da yazır, hal-hazırda Bloomberg'də də mən oxudum ki, yazırdı ki, Amerikada neft böhranı və benzinin qiymətinin bahalaşma böhranı yenidən geri qayıdır və dünya çempionatından sonra həmən böhran yenidən vəziyyətinə qalacaq. Sual ola bilər ki, niyə neft hələ də 78 dollardadır? Baxın, bu neft anbarlarından istixraclardır və Çinin də burada bəzi rolları var ki, neft almağını azaldıb və bazardan tələblərini azaldıb ki, neftin qiyməti qalxmasın. Çünki Çin özü dünyanın ən böyük neft alıcısıdır. Və bu məsələlər səbəb olur ki, neftin qiyməti 78-80 dollarda stabil qalsın. Amma neft böhranı hələ də həmən öz qüvvəsində durur. Trump bunların hamısını başa düşdü və gördü ki, hal-hazırda bu memorandumdan heç bir bəhrə aparmır, heç bir fayda aparmır. Çoxlarını deyirdilər ki, önümüz boğazı getdi, İran satdı, falan elədi. Gördü ki, Trump ki, elə bir xəbər yoxdur, gördü ki, heç bir imtiyaz əldə etmir. Ona görə yeni qaydalar təslim etmək mənasında bu qarşı durmanı şiddətləndirir və eskalasiyanın mən çoxalmağını növbəti günlərdə get-gedə artmağını da sizə deyirəm ki, baş verəcək. Ona görə də istəkləri ki, həyata keçmədi və bir məsələdə Trump bildi ki, hədəflərinə, memorandumda heç bir hədəfinə çatmadı. Növbəti bir məsələ, Trump hal-hazırda şiddətli şəkildə qorxub. Trump'ın hal-hazırda sözlərindən, müsahibələrindən, intervyulərindən də hiss eləmək olur ki, dəhşətli şəkildə hal-hazırda Trump qorxur. Şəhid İmam Xameneyin dəfn mərasimindən istər İranda, istər İraqda qırmızı bayraqlar və xalqın şüarları onu dəhşətli şəkildə qorxudublar və onun üçün həqiqətən də çox şok edici bir məsələ idi. Lindsey Graham'ın ölümü Ukraynadan dərhal geri qayıdandan sonra onun üçün bir mesajdır. Trump hal-hazırda çox şiddətli şəkildə qorxub, bir tərəfdən bilir ki, istəklərini və hədəflərini memorandumda əldə etməyib, ikinci tərəfdən şəhid rəhbərin dəfn mərasimindəki 43 milyonluq iştirakçı gördü, xalqın şüarını və xalqın təfəkkürü və yanaşması hal-hazırda olduğunu dərk etdi və üçüncü məsələ budur ki, həll yolu yoxdur. Əsasən onu giriftar edən budur ki, hədəflərini əldə edə bilməyib, qorxu bir tərəfdən, təhdidlər bir tərəfdən, həll yolu yoxdur. Hörmüz boğazını hərbi baxımından həll etmək üçün və oranı azad etmək üçün heç bir həll yolu yoxdur. İranı necə eləsin ki, nüvə məsələsində danışıqlara gətirsin, nüvədə İrandan bir imtiyaz alsın, edə bilmir. Heç bir həll yolu yoxdur və o əsas düyün hal-hazırda onun üçün budur ki, İranlılarla başara bilmir və o düyünü həll edə bilmir. Ona görə də eskalasiyanı artıracaq və mən elə güman edirəm ki, hətta fərqli bir silahlardan istifadə etmək senarisində nəzərdə almalıyıq. Hətta qurudan da bunların əməliyyat etməyi məncə hal-hazırda ciddi bir senaridir. 5-6 dəfə bu günə qədər bunlar ciddi şəkildə istəyiblər ki, İrana qarşı, İran hansısa adalarına qarşı, hansısa torpağına qarşı qurudan əməliyyat etsinlər və geri çəkiliblər. Hamısında da bir səbəb görə, o səbəb də budur ki, itki çox ağır olacaq və məğlubiyyət də orada mütləqdir. Və elə güman edirəm ki, bu növbəti günlərdə bu məsələni də nəzərdə almaq lazımdır və demirəm mütləqdir, demirəm ehtimalı yuxarıda, amma ehtimalı var və qurudan da əməliyyatlar bunlar edə bilərlər. Amma əgər Washingtonda ki, inanmıram bir ağıllı adam olar, çünki o ağlın verib Pete Hegseth kimi psixoloji xəstəliyi olan şəxslərlə, amma CENTCOM-da əgər bir ağıllı insan qalıbsa ki, ağılların hamısı istefa verdilər, bir-bir hamısı kənarlaşdırdılar. Ağıllı deyəndə təbii ki, biz ağıl deyəndə düşüncə qabiliyyəti ola bilən və hesab kitabdan anlayan, hərbi baxımından düzgün təhlil edə bilən insan deyirəm, yəni başqa anlama gəlməsin. CENTCOM-da əgər bir ağıllı bir insan qalıbsa, Trump'ın qarşısını almalıdır, çünki bu da onlar üçün məğlubiyyət olacaq və biabırçılıqlarına və təhqirlərini artıracaq. Və hal-hazırda da hücumlar haqqında da bu məsələni də qeyd etməliyəm ki, dünən axşam saatlarından bəzi hücumlarını ölkə daxilində daha çox gətirib, Kermanı vurub, Ərakı vurub ölkə mərkəzində və gəlib əkinçilik sahəsində xidmət edən bir su boruları ki var ki, Fars körfəzində oranı vurub. Və bunların xislətidir, bunların mahiyyətidir, bunların vəhşiliyidir ki, göstərirlər ki, normal vuruşa bilmirlər və ancaq cinayət etməlidirlər. Amma əsas mesaj burada budur ki, İranı təhdid edirlər ki, biz infrastruktur müharibəsinə daxil olacaq, infrastrukturlarınızı vuracaq və
geri çəkilin, Hörmüz boğazındakı mövqelərinizdən və ya danışıqlara geri qayıdın və s. Bir növ İranda təhdid edib İranın hesablamalarında yenidən hesablama yaratmaq istəyirlər. Yəni İranı istəyirlər ki, İranda rəhbərliyi və fikir otağını 30 ilsinlər ki, yenidən fikirləşsinlər, yenidən hesablamalar aparsınlar. Amma bu məsələ də olmayacaq. Dəfələrlə demişik, İran bir addım atırsa, növbəti 20 addıma qədər hamısını ölçür, biçir, hamısının bütün senariləri ən yaxşısından ən pisinə qədər nəzərə alır və o addım atır. O hesablamalarda reviewation ya yenidən hesablama məsələsi baş verməyəcək. Əgər bunlar infrastruktur müharibəsinə gedərlərsə, daha şiddətli cavab görəcəklər və İranın qətiyyəti və siyasi iradəsi daha da güclənəcək. Və inşallah sonda mütləq Allahın vədəsi haqdır və İslam cəbhəsi də qalib olacaq. Əziz izləyicilər, bugünlük bu qədər idi. İnşallah ki, faydalı olmuş olsun. Sizi növbəti bir görüşə qədər böyük və mehriban Allaha tapşırıram. Sağ olun, Allah'a emanet olun.